Bir qardaşımız varikoz damarlar üçün xahiş eləyib, mən də çəkirəm. Əziz qardaş, görəsən nə vaxtsa varikoz damar genişlənməsi, ayaqlarda şiş, spiral halda olmuş damarları bərpa edən bir nemət göstərəcəksən bizə, gözləyirəm. Bir gün həyatda nəsə göstərəm. Görürsən bunu? Yapon safuralı alma sirkəsidir bu. Tərkibindəki bu ağı görürsən, rutindir bu. Bu damarları açır, həm də damarları, belə deyim də, bu varikoz damarları genişləyən, o ilan kimi damarları bərpa edir Allahın izni ilə. Bint götürürsən, 5-6 qat eləyirsən, bunu tökürsən bir dənə qaba, demək, batırırsan qəşəng, ayağı da yuxarıda saxlayırsan, yuxarıda. Axşam üstülər yəni bu, elə bunu. Nə bilim 9-da 10-da elə 1-2 saatda saxla ayağı yuxarıda. O binti batır buna qəşəng, bağla ayağına. Heç olmasa 1 saat hər gün qalsın orada. Hər gün qoy, uzun müddət qoy səbirlə. Bu sənə çox fayda verəcək. Göstərirəm sənə, bax bunu, bax. Ağı görsən, bax bir daha buna, bax. Görsən? Bu keçdi rutin alma sirkəsinin tərkibinə. Harda varikoz damarlar var, üzərinə bundan qoyun. Bu xatırladım ki, bu fitoklubda var. Bir də Yessamin fitoklubda var. Oradan ala bilərsiniz. Bunu başqa yerdə axtarmayın, yoxdur. Bu belə bir nemətdir. Bu da sizin üçün, yəni varikoz damarları sağaltmaq çətindir, amma bundan inşallah səbirlə eləsən. Bir də canlı qidaları çox yesən, sizə çox fayda verir. Qazanda bişən ölü qidanı az yeyin. Hər birinizdən xahiş edirəm. Şirniyyatdır, ağ çörəkdir, abur-cuburlardır. Bunları həyatınızdan çıxadın və səbirlə bunu eləyin. Özünüz görəcəksiniz inşallah.